Tacir müəllim, sizin özünüzə də qurban olum, səsinizə də qurban olum. Siz bizim çox böyük sənətkarımızsınız. Mən sizin xətrinizi dünyalar qədər istəyirəm. Allah şahiddir buna. Mən əslində çox da fəxr eləyərəm ki, mən sizin tələbəniz olum. Niyə? Burada pis nə var ki, mən onunla ancaq fəxr eləyə bilərəm. Mənim deyirsiniz ki, rəhmətlik atası əlindən tutdu gətirdi. Mənim atam rəhmətə getməyib. Mənim atam sağdır. Yəqin ola bilər ki, nə tərsə səhv salmısınız. Qurban olaram sizə. Mənim mahnılarım da sizə qurbandır, balalarınıza qurbandır. Qapım hər zaman sizin üzünüzə açıqdır. Yəni Allaha and olsun. Mən özünüz bilirsiniz də, siz mənim üçün çox dəyərli bir insansınız. Yəqin ola bilər siz nəyisə səhv salırsınız. Bəli, mən sizin yanınızda 6 aya qədər çalışmışam, düzdür. Siz məni toylara aparmısınız. Mən əlbəttə ki, sizdən baxmışam, öyrənmişəm. Bir çox mahnıları, bir çox necə deyim, oxumaq texnikalarını. Mən çox razıyam buna. Amma heç tələbə kimi vallah belə heç öyrədirdiniz ki, öyrətmirdiniz axı. Elə nə bilim toylarda zadda belə yanınızda olmuşam. Bəli, düzdür. Siz çalışdığınız yerdə də mən həmişə çalışmışam. Bəli, atam da doğrudan da ola bilər ki, mən sizin mahnılarınızla yatıb, sizin mahnılarınızla da dura bilərəm. Bununla da mən yenə də danmıram, fəxr eləyirəm. Amma tələbə kimi yəni siz mənə hansı mahnını öyrətmisiniz? Bir deyin görüm hansı mahnını öyrətmisiniz? Öyrətməmisiniz axı mənə mahnını. Mənim müəllimim İslam müəllimi olub. Amma belə siz nə deyirsinizsə odur. Öpürəm sizi, bağrıma basıram. Siz nə deyirsinizsə siz məndən yaşda da, sənətdə də böyüksünüz. Mənə düşməz, mən sizə nəsə deyim. Öpürəm sizi.